Trendyolda etdiyiniz alış-verişdə məhsulu indi alıb ödənişi daha sonra, özü də komissiya və faiz olmadan etmək istəyirsinizsə, diqqətiniz məndə olsun. Bir bank Trendyol istifadəçiləri üçün aldıqları məhsulların dəyərini 4 hissəyə bölüb 2 ayda ödəmə xüsusiyyəti təqdim edir. Bəs necə istifadə etmək olar? İndi addım-addım izah eləyirəm. Bunun üçün Trendyolda alış-veriş səbətinizi təsdiq edən zaman ödəniş seçimlərindən bir bankın təqdim etdiyi indi al, sonra ödə imkanına daxil olmaq lazımdır. Bu zaman bizdən istifadə etdiyimiz mobil nömrə və şəxsiyyət vəsiqəmizin PIN kodu tələb olunur. Bu məlumatlar müştərinin identifikasiyası və ayrılacaq məbləğin hesablanması üçün lazımdır. Müvafiq məlumatları daxil edib aşağıdan müqavilə şərtləri ilə razılaşdıqdan sonra təklifinə bax seçimini eləyək. Bu halda məlumatların təsdiqi üçün yazdığımız nömrəyə təhlükəsizlik kodu göndəriləcək. Həmin kodu daxil edib bir neçə dəqiqə ərzində bankın bizim kredit tarixçəmiz və müştəri məlumatlarımıza uyğun olaraq təklifi hesablamasını gözləmək lazımdır. Qeyd edeyim ki, burada maksimum limit 500 manatdır. Və budur. Ekranda gördüyünüz kimi bir bank Trendyolda alış-veriş üçün mənə 300 manat limit ayırdı. Bu isə o deməkdir ki, mən Trendyolda 300 manata qədər faizsiz, komissiyasız alış-veriş eləyib ödənişi 4 hissəyə bölüb 2 ay ərzində ödəyə bilərəm. Hesablama prosesi ilə tanış olduqdan sonra indi al, sonra ödə limiti ilə ödə seçimindən istifadə etmədən öncə smartfonda Settings, yəni tənzimləmələr bölməsindən Apps, yəni tətbiqlər menusuna gəlib Trendyol əlavəsini taparaq kameraya giriş üçün icazəni aktivləşdirmək vacibdir. Unutmayın ki, icazəni əvvəlcədən aktiv etmək lazımdır. Əks halda prosesə yenidən başlamalı olacaqsınız. Bu icazəni də verdikdən sonra indi al, sonra ödə limiti ilə ödə seçimini edərək bankın 1-2 dəqiqəlik biometrik identifikasiya yoxlama prosesindən keçməliyik. Prosesi özümüzün icra etdiyini təsdiq etmək lazımdır. Bunun üçün də yaxşı işıqlandırılmış məkanda üzümüzü çərçivəyə yerləşdirib qeydə alırıq. Bu məlumatda emal olunduqdan sonra isə limitin istifadəsi üçün sənədlərlə tanış olaraq razılığımızı bəyan eləyib təsdiq et düyməsini sıxırıq. Ardınca əlavə nömrələri qeyd edirik və təsdiqlənməni tamamlayırıq. Sonda yenidən ödəniş səhifəsinə keçid edib indi al, sonra ödəniş seçərək ödəməni tamamlamış oluruq. Real nümunə göstərim. 20 oktyabr tarixində etdiyim alış üçün ilk ödəməm dekabrın 1-i üçün nəzərdə tutulub. Yəni təqribən 1 ay sonra ilk ödəməmi edib daha sonra hər 14 gündən bir növbəti hissələri ödəyərək hissəli ödənişi yanvarda yekunlaşdıracağam və əsas məsələ ödədiyim məbləğ də tam olaraq məhsulun dəyəri olacaq. Əlavə heç bir komissiya və faiz ödənilməyəcək. Belə dostlar, ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Videonu Trendyoldan alış-veriş edən dostunuza göndərməyi unutmayın.